Salam dəyərli izləyicilərim. Mən Rəngsaz Eşan Usta. Yenə də sizinləyəm bugün. Mən bugün F15, yəni X5-in çəkilişini elib sizə göstərəcəm. Maşında deməli nə kraskalanacaq? Qabaq kırla kraskalanacaq. Bu hissələr yəqin ki mən bunları polirovka ilə bərpa edəcəm, təmizləyəcəm. Burada stoyka gördüğünüz kimi stoyka işlənilib. Burada işlənilib stoyka və arxa stoyka da işlənilib. Figuralar hamısı verilib. Hamısı hazır vəziyyətdədir. Bu hissəni dəyərli izləyicilər, belə qərara gəldim ki, bunun kraskasını yarımçıq vuracam və lakı yəqin ki bu hissələrə qədər ya bu hissələrə qədər atacağım. Burada da həmçinin yarıya qədər gələcək. Burada da yarıya qədər gəlməlidir. Maksimal dərəcədə çalışdığım qədər aşağıya sıxacam ki, yəni çox yuxarı kraskalak çox yuxarı qalxmasın dəyərli izləyicilər. Hamısı əla bir vəziyyətdədir. Heç bir qüsur zad yoxdur. Normal bir vəziyyətə gəlib hamısı. Dəmirçi sağ olsun əziyyət çəkib, düzəldib və bizdə burada qabaq kırla demək olar ki yox vəziyyətində idi, amma bunu var vəziyyətinə yəni gətiriblər. Bizim bufer ustamız ki var, Mehmet Usta, çox səliqəli, akuratla səliqəli işləyib. Bütün kantına qədər hamısını verib. Demək olar ki bu hissələrdən cırılmışdı. Bu hissələr əzilmişdi. Bu hissə içəridə idi, qatdalanmışdı belə deyək. Yəni bura bərpa olunub, düzəlib. Buranın da çox gözəl bir şəkildə bu avallığı çox gözəl bir şəkildə işləyib dəmirçi Mehmet Usta və bu hissədə də belə deyək cırıqlar ki olub. Bunlar da hamısını işləyib. Demək olar ki qabaq kırlanı belə deyək ütüləyib. Bir də burada bizdə padnoşka görürsünüzsə. Padnoşkada mən indi bunu da işləyəcəm. Burada cırılmışdı və qüsurlar çox idi. Yəni ayrı adam olsaydı, yəni buna 100% dəyişərdi, amma usta bunu elə bir vəziyyətə gətirib ki, yəni belə deyək, ideal ancaq zavoda deyirlər, amma mən də buna ideal deyərdim. Çünki bu usta ki bunu düzəldib, çox ideal bir vəziyyətdə düzəldib həqiqətən. Səliqəli bir şəkildə düzəldib. Yəni çox bəyəndim həqiqətən. Və burada bizdə moldinglər var. Moldinglər də bu qabaq moldingdir. Gördüyünüz kimi. Bu da bərbad bir vəziyyətdə idi. Bunu düzəldib. Və bu da arxa molding. Arxa moldingi də çox səliqəli işləyib. Yəni varam yəni belə ustalara, işini sevən ustalara. Belə dəyərli izləyicilər, inşallah mən bunları sizə etap-etap çəkib göstərəcəm. Əlbəttə ki, buranı işləyəcəm. Belə deyək, şpakovka işi zadı tamamlanandan sonra, qruntda sürtüləndən sonra mən bunları ətraflı olaraq sizə göstərəcəm. Çünki burada müəyyən şeylər ki var, onlar hamısı düzəlməlidir, xırdalıqlar, incəliklər ki var. Bir də maşın zbor polirovka olunacaq, çünki maşın Avropa ölkəsindən gəlib. Düzdür, yəni çox belə bir bərbad vəziyyətdə deyil kraskası, amma nə qədər də olmasa maşın bez kraskadır. Çünki bez kraska adamı biraz incidir polirovkada. Ona görə də maksimal dərəcədə çalışacağım ki, yəni bu hissələri kraskalayandan sonra polirovkamı bitirim, stoykaların arasındakı polirovkamı bitirim və ondan sonra keçəcəm maşının üstünü polirovka eləməyə. Əlbəttə ki, qapılar belə deyək kraskalanmayacaq, çünki qapılar, Zavasko qapılar gəlib, birə-bir, yəni kodla birə-bir eyni qapılar gəlib, bez kraska qapılardır, ideal bir vəziyyətdə onlar qoyulacaq və belə deyək, əziz ustamız da burada iştirak edib, düzdür, əziyyətini halal eləsin və
əziz ustamız bunu inşallah qapıları qoyacaq, regulovka edib, ondan sonra çıxardıb başlayacaq kraskaya, dəyərli izləyicilər. Etap bunları mən sizə çəkib ətraflı olaraq göstərəcəm. Sonra belə deyək, qapılar ustanovka olundu üstünə. Çünki nəyə görə? Petlələrə görə, yəni petlələr düz gəlsin deyə. Yəni gördüyünüz kimi, yəni petləni sökmüşdüm. Bu hissələri yəni işləmişəm, stoykanı işləmişəm və belə deyək, bütün nə qədər kəm kəsiri varsa hamısını düzəltmişəm. Qapıları da ona görə ustanovka elədik ki, petlərin yeri düz gəlsin. Çünki kraskadan sonra petləyə müdaxilə olunmasın deyə. O baxımdan, yəni zazorlar hamısı birə-bir gəldi. Qıraq zazorlar da hamısı gəldi. Qapı içəri çölə deyil. Belə bağlanmaqdakı normaldır. Bu hissələr hazırdır. İnşallah qapılar çıxacaq və belə deyək, kraskalanacaq. Çünki bu petlə də bağlanıb hazırdır. Yəni yeri uyğun gəlsin, yeri düz gəlsin. Mən bu qaykaların hər ikisinə açmışam. Çünki indi qapını çıxardacağım və maşına opşu bağlayandan sonra başlayacağım kraskalamağa, dəyərli izləyicilər. Belə bir vəziyyətdədir, görürsünüz. Yəqin ki, bura qədər perxod atacağım. Burada da stoykanın yarısına qədər. Çünki məndə burada xırda qüsurlar ki var. Bunları belə deyək, gruntla örtəcəm və dalineşi başlayacağım kraskamı vurmağa. Kraska yəqin ki, bura qədər, lak da bura qədər olacaq. Onu belə deyək, işləyə qərar verəcəm. Amma qapılar əlbəttə ki, yəni qapılar söküləcək. Qabaq qapı da ideal vəziyyətdə bağlanır. Krılalar hazırdır. Krıla hazırdır daha doğrusu. Belə inşallah bu qapıları çıxardandan sonra ətraflı olaraq bir də sizə çəkib göstərəcəm. Sonra maşınımız hazırdır kraskaya, yəni boya işlərinə hazırdır maşın. Mən bağlamışam. Perixod yerlərinə hara ki perixod atacağım. Yəni bu hissəyə buraya qalxmayacağım. Sadəcə olaraq belə deyək, burada qubqadan istifadə eləmişəm bütün stoykalarda. Belə bir vəziyyətdədir, görürsünüz. Və buradan aşağı kraskalayacağım. Buradan da aşağı kraskalayacağım. Buradan da aşağı kraskalayacağım. Belə opşaya belə deyək, kraskasını vurub laklarını isə axıra qədər gətirəcəm. Və burada da dəyərli izləyicilər, kırlanın mən moykadan istifadə eləmişəm. Buralar hamısı qum idi, torpaq idi, palçıq idi. Hamısını istifadə eləmişəm. Burada indi bağlayacağım. Bu hissədən, yəni kraskalayacağım buna, üzü yuxarı. Və burada da xırda bir qüsurlarımız ki var. Yəni buferdə bunları da mən yüngül kraska atıb və dalineşi buranı kraskalayıb bu hissəyə qalxmayacağım çox. Və buradan aşağı kraskalayacağım. Podnoşka da hazırdır, gördüyünüz kimi. Və kırlanın moldinglərini mən hazırlamışam. Onları da kraskalayandan sonra ətraflı olaraq mən onları çəkib sizə yenə də göstərəcəm. Belə dəyərli izləyicilər. Dəyərli izləyicilərim, mən bazanı da vurdum, lakı da vurmuşam, lakı bura qədər qaldırmışam, amma baza isə burada xırda qüsur olduğuna görə bazanı buradan belə gətirmişəm yarıya qədər və dalineşiyə gedib bu hissələrə qədər. Buradan da aşağı bazanı vurmuşam, lakı isə bura qədər vurmuşam. Burada da həmçinin petlədən aşağı baza və petlədən yuxarı lak. Belə hər şey əladır, qaydasında da heç bir qüsur yoxdur. Əsas odur ki, əyriliklər, yəni bu kantlar ki var idi, bu kantlar yox idi. Bu kantları mən belə deyək, ideal bir vəziyyətə gətirmişəm. Bütün kantlar heç biri yox idi. Yəni bunlar demək olar ki, bərbad vəziyyətdə idi, amma əziz usta, yəni sağ olsun, əziz ustaya buradan təşəkkürümü bildirirəm və belə deyək, əziyyəti çox olub, buranı ərsəyə gətirib, döyüb, düzəldib, çox bir ideal bir vəziyyətə gətirmişdi həqiqətən. Yəni mən çox rahatlıqla işlədim bu maşını. Çox gözəl alındı həqiqətən.
Çok süper. Yani alındı. Özümün de yani hoşuma geldi. Ve burada kırlada değerli izleyiciler, kırlanı ben yarımçıq kraskaladım ve lakını bütöv vurdum. Əlbəttə ki, mən bu kırlanı şkurka polirovka eləyəcəm. Çünki xırda tozlar zatlar ki var orada. Yəni onları mən götürəcəm. Və podnoşkada da həmçinin bir iki dənə tozlar ki var. Belə tozlar var. Onları da hamısını götürəcəm. Moldinglər də qaydasındadır. Yalnız bir yerdə, yəni bunu yəni göstərmək istəyirəm. Çünki nəyə görə? Mən belə şeyləri yəni götürüb təmizləyə bilirəm. Yəni belə xırda bir axıntı var burada. Bir 3 santlıq belə axıntı var yüngül. Yəni bunları da mən belə deyək, bütün videolarımda qeyd eləmişəm ki, onları mən rahatlıqla yəni götürə bilirəm. Yəni kraska zədə olmadan, laka zədə yetirmədən tərtəmiz şəkildə belə deyək təmizləyə bilirəm. Bu hissələr də olundu. Belə bir vəziyyətdədir. Kırla, yəni saat hal-hazırda kırla yaxşı bir vəziyyətə gəlib. Çünki kırla ümumiyyətlə ələ gəlmirdi. Kırla tullanmalıydı, amma plasmas ustası da yəni burada iş görüb. Çox gözəl iş görüb, həqiqətən qəşəng iş görüb. Həmçinin də podnoşkada iş görmüşdü. Belə dəyərli izləyicilər, inşallah bunu yəqin ki mən bu hissələri yəni polirovka eləyəcəm. Düzdür, toz yoxdur. Yəni stoykalarda yəni toz yoxdur. Sadəcə olaraq yəni perixot yerlərini yəni təmizləyəcəm və ondan sonra qapılar üstünə qoyulacaq. Əlbəttə ki mən bunu gözləyəcəm bir müddət. Bir gün, 2 gün gözləyəcəm. Bu tam bərkiməlidir, kristallaşmalıdır. Ondan sonra mən onları hamısını polirovka eləyib təmizləyəcəm ki, yəni orada ümumiyyətlə heç nə bilinməsin. Belə stoykaların da şaqreni çox gözəl alınıb, həqiqətən səliqəli bir şəkildə alınıb. Belə dəyərli izləyicilər, etap çəkib bunları ətraflı olaraq göstərəcəm sizə. Hal-hazırda mən maşını dəmirçi gəlib, əziz ustamız gəlib, yəni qapıları qoyub yerinə mən polirovkanı da eləmişəm. Maşını da yəni polirovka eləmişəm. Bəzi müəyyən yerlərdəki daş izləri ki var idi, skolların izləri ki var idi, mən onları doldurmuşam. Belə deyək, bu kırlanı kraskalamışdım. Sizə göstərəcəm. Bu kırlanı kraskalamışam. Şaqren birəbirdir, heç bir fərqi yoxdur. Sadəcə olaraq kapotun üstündə beləsinə skolların izi ki var, yəni daş izləri ki var, xırda. Mən onları xırda ümumiyyətlə daş izləri çoxdur, sadəcə olaraq belə deyək, yəni bu belə şeylərə yəni getməmişəm, çünki bunlar çox xırdadır. Böyük olanlar ki var idi, hansı ki belə deyək, yəni əməlli başlı grunt altdan görünürdü, ağaran yerləri, mən onların hamısını işləmişəm. Əlbəttə ki, qapıların tinlərində, zatlarında hamısında var idi, yəni mən bunları işləmişəm. Sadəcə olaraq belə deyək, mən indi stoykanı sizə göstərəcəm. Stoyka düzdür, yığılıb, hamısı hazırdır. Çox belə səliqəli bir şəkildə alınıb stoykalar və qabaq stoykada həmçinin göstərəcəm sizə. Podnoşka da kraskalanıb, gördüyünüz kimi podnoşka kraskalanıb və burada zavaskoy ştamp qoyulub. Həmçinin də düzdür, tozlanıb, çünki mən polirovka eləmişəm. Üstünü polirovka eləmişəm ona görə. Belə bir vəziyyətdədir. Bütün stoykalar hamısı ideal bir vəziyyətə gəlib. Yəni burada mən perixot yatmışdım. Perixotun izindən əsər əlamət qalmayıb, belə dəyərli izləyicilər. Və opşi maşını polirovka etmişəm. Bez kraska idi, yəni incitdi mənə, amma nə qədər də olmasa tam əminliklə belə deyək, avtomobil sahibi bunu sürə bilər. Müəyyən yerlərdə dediyim kimi toska qoymuşam, opşi polirovka eləmişəm, yalnız və yalnız 3 qat polirovka eləmişəm. Bunlara da dərman vurmuşam, inşallah bunları da təmizləyib verəcəm, çünki üstlərində ləkə var idi. Bu polirovka dərmanı deyil. Və damı da polirovka olunub, dam otido qutarıb polirovkası.
Əlbəttə ki, mən şüşələri də üstdən eləmişəm. Düzdür, şüşələri polirovka etmək olmur. Heç bir malyar şüşəni polirovka etmir. Sadəcə olaraq üstündəki ləkələr, zatlar yəni gedə bilər, amma cızıqları mümkün deyil. Yəni malyarın polirovkası ilə cızıqları götürmək mümkün deyil. Buradan bəri başdan deyim, adətən gəlirlər ki, şüşələri də polirovka edir. Mən polirovka şüşəni etmirəm. Yəni onun öz ustası var, öz işi var onun. Belə dəyərli izləyicilər. Və burada da moldinglər də yəni göstərmişdim sizə, kraskalandı. Yüngül tozlar ki var idi, mən onları təmizləyib polirovka etmişəm. Və arxanı da həmçinin dəyərli izləyicilər belə bir vəziyyətdədir. İnşallah disklər düzdür, bərbad vəziyyətdədir, amma diskləri avtomobil sahibi buradan çıxandan sonra aparacaq. Belə deyək, diskləri restavrasiya edəcək və ideal bir vəziyyətə gətirib yəqin ki sürəcək, sağlığına qismət. Belə dəyərli izləyicilər, bu qədər. Mən maşını tam qutarmışam. İnşallah avtomobil sahibi gəlib öz maşınını götürəcək. Belə dəyərli izləyicilər, təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı, abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilər.